Salam dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 7 noyabr 2025-ci il. Sitrus parniklərimizi bağladıq. Parniklərimiz qışa tam hazır. Amma təbiət yatmaq istəmir dostlar. Salam dostlar, hər vaxtınız xeyirli olsun. Bir daha demək, bugün bəli 7 noyabr 2025-ci il. Təbiət yatmaq istəmir. Arılarımız çalışır. Hətta yazdakı kimi çiçək tozu daşıyırlar dostlar. İndi ataların bir misalı var. Deyir, cücəni payızda sayarlar. Bax, o gözəl bir misaldır. Mən isə deyirəm, arını payızda sayar. O arı ki, bu vaxta qədər gəlib çıxıbsa, demək, bu ailə artıq bundan sonra da davam edər. Fikrim başqadır. Sizə məlumat vermək istəyirəm ki, ana arıların qış izolyasiyası haqqında. Çünki mənə tez-tez zəng vururlar, dostlar, soruşurlar. Ona görə bu haqda məlumat verər. Sadəcə indi bir balaca sizi məlumatlandırım. Yəni mən dəfələrlə demişəm ki, arıların iki düşməni var. Biri varuadır, biri də arıçı özü. Varua vaxtında təmizləmək lazımdır. İndi yox dostlar. İndi sadəcə müəyyən profilaktik tədbirlər görmək lazımdır ki, arı pətəklərində 3, 5, 10 gənə ola bilər onlarla mübarizə. Amma varuanın əsas kütləvi halda çoxalması yazda başlayır. Yaz ayında da mən ana arıları izolyasiya edirəm. İndi qış dövründə ana arı izolyasiyası mən etmirəm. Nəyə görə etmirəm? Çünki yaz ayında, yəni may, iyun aylarında ana arıların həbsə almaqla, izolyasiyaya salmaqla biz varuanı tamamilə sıfırlamış oluruq. Ana arının azad olunandan sonra demək olar bütün çıxmış arılar sağlam arılar olur. Bəli, varua yenə də həmin ailələrə düşə bilir. Amma o dərəcədə, o həddə çoxala bilməyəcək. Çünki əsas varuanın artım vaxtı aprel, may, iyun aylarıdır. Yəni arıların sülfədə daha çox sülfə bəslədiyi vaxt varuanın da daha da çoxalma vaxtıdır. O bitdi. Bax, ona görə mən qışda izolyasiya etmirəm. Çünki mənim arılarım payızda artıq sağlam, gənədən təmizlənmiş ailələrdir. İndi də hər bir arı ailəsində 2-3 ədəd sülfəli çərçivələr var. İndi bu normal olmaya da bilər. Çünki yenə də sülfə varsa, varua yenə də orada artacaq. Amma təbii ki, mən varuanı sublimasiya vasitəsilə sülfə dövründə 4 gündən bir, 3-4 dəfə edirəm. Bir də qış zamanı arı sülfədən tamamilə təmizlənəndən sonra bir dəfə də o dövrdə istər sublimasiya və yaxud quzuqlağı turşusunu damlatma yolu ilə. Bununla bitirdik.
Qış izolyasiyası. Demək, dostlar, qış izolyasiyası nədir? Mənə bəzən zəng vururlar, gənc arıçılar, ümumiyyətlə kifayət qədər təcrübəsi olan arıçılar da zəng vurur, soruşur ki, indi qış izolyasiyası ilə bağlı, qardaş, bu dövrdə hansı ana arıları izolyatora salmaq olar? Ən azı bir 8-7 çərçivəlik arı olmalıdır ki, sən bu ana arını bu dövrdə izolyatora salasan ki, bu ailə gəlib yaza qədər normal bir kütlə ilə çıxsın. İndi 3-4 ramkalıq, 5 ramkalıq arı ailələrindəki ana arını izolyatora salsan, o ailə gəlib yaza çıxmayacaq, qardaş. Tükənəcək. Çıxsa da bir ovuc arı ilə. Baxın, məqsəd odur ki, qışda izolyatora salmaqla, yəni sürfəsiz dövr yaratmaq və varuanı sıfırlamaq. Bax, qış izolyasiyası bundan ibarətdir. Amma baxın, bunların da dostlar çox xırdalıqları var. 3 gün, 1 ay, 1 il bundan əvvəl başlayan arıçı da nə isə çəkir qoyur. Mən buna pis baxmıram. Çəkə bilər, qoya bilər. Amma onun savadı ona çatmadığı şeyi qoyur. Qıraqdan da onun kimi elə gənc arıçı baxır. Vəssalam, getdi öz arıxanasında nə isə tətbiq edir. Bax, ona görə də arıçı idarə eləyə bilmir arılar. Həddindən çox müdaxilələr. Qış izolyasiyası baxın, biraz təhlükəli. Qış izolyasiyası nə üçün biraz qorxuludur? O arı ailəsində gərək ən azı bir 7-8 çərçivə dolu arı olsun. Boş çərçivələri demirəm dostlar. Yəni 8 çərçivədir, orada cəmi 3-4 çərçivə arı var. Yox, arının sayı kifayət qədər çox olmalıdır ki, siz ana arını izolyatora salandan sonra o arılar soyuq dövrdə ana arını da o izolyatorun içində qızdıra bilsin. Bu bir. İkincisi, tutaq ki, indi hal-hazırda arı ailələrində 3 sülfəli çərçivə vardır və yaxud 2. Baxın, bu sülfəli çərçivələr siz ana arını bu dövrdə izolyatora salandan sonra təbii ki, bu sülfəli çərçivələrdə balazdır. Yuxarıda bir balaca 3-4 santimetrlik kəmər, aşağısı sülfələrdir. Axırıncı yumurtadan 21 gündən sonra tamam arılar çıxacaq bu sülfələrdən və havalar da getdikcə soyuyacaq təbii ki. O 2-3 çərçivə sülfəli çərçivələr ki vardır, baxın, artıq onlar oradan çıxarılmalıdır. Çünki sülfələr çıxandan sonra təbii ki, onlar boş qalacaq və arı da salxıma keçəndə orada yemləmək üçün, arıların yemləməsi üçün kifayət qədər bal olmaz. Bax, ona görə hər şeyi qabaqcadan öyrənmək lazımdır. Bütün bunları təcrübədən keçirmək lazımdır, dəqiqləşdirmək lazımdır. Sonra ana arıların qış izolyasiyasını həyata keçirmək lazımdır dostlar. Yoxsa 3-4 çərçivəlik arı ailələrini izolyatora salmaqla o arı ailələri sönəcək. İndi baxın dostlar, arılar bizdə yaz rejimi kimi çalışır. Təbii ki, hər bir arı ailəsində sülfələr də var, bal da var. Bu dövrdə təbii ki, arıçı üçün biraz çətinləşir iş. Nə üçün? Sülfə bəslənilir, yem sərf olunur, enerji gedir, varroa yenidən peyda olur. Bax, bütün bunları arıçı gərək nəzarət eləsin. Yəni, belə havalarda mütləq arı ailələrinə baxış keçirmək lazımdır. Hansı ailədə yem ehtiyatı
var, yoxdur, tükənib, tükənməyib. Bax bunlara arıçı nəzarət etməlidir ki, arı itkiləri olmasın, arı ölümləri olmasın. Yəni təbii ki, qış dövründə acından ölmə ola bilir. Elə ailələr olur ki, arıçı nəzarət etmir, bal sərf edir çox sürfə bəsləməyə və bir də görürsünüz ki, soyuq aylarda arı ailəsi acından çərçivələr, orta çərçivələr boşdur, balı sərf ediblər və yapışıblar o şamdan, quruyub ölüblər. Yəni belə hallar da ola bilir. Ona görə həmişə mən deyirəm ki, Azərbaycanda arı saxlamaq çətin və məsuliyyətli bir işdir dostlar. Ona görə hər bir şeyi görən kimi sosial şəbəkədə dərhal qaçıb onu öz arıxananızda tətbiq etməyə dəyməz. Qabaqcadan araşdırın, bilin, öyrənin, məlumatlar alın, sonra nə isə edin dostlar. İndi mənim də bir balaca sizə bu haqda məlumat çatdırdım ki, indi çünki mənə məlumatlar gəlir, bəzən başlayırlar artıq ana arını izolyatora salıram, göstərir və digər gənc arıçı da görür, düşünmədən belə şeylərə tez meyllənir. Odur ki, dostlar, bizim arıxanamız yerində, arılarımız yerində, yazda necə başlamışdım, indi də artıq arı mövsümü bitib, baxmayaraq noyabr ayıdır, amma bizdə arı çalışır, sürfə bəsləyir, amma neynəmək? Təbiətin əksinə getmək olmaz. Baxın, bu arı ailəsini sizə göstərirəm. Nə üçün göstərirəm? Bunu dəfələrlə mən yazda, yayda, bal süzümündə də bu pətəyi çəkib sizinlə paylaşmışdım. Ana arını da iyun ayının əvvəlində bunda izolyatora almışdım. Həm də bizim üçün erkək arılar yetişdirən bir ailədir bu dostlar. Yəni indi baxın, bir ailədəki erkək arılar yetişdirilir. Görün orada nə qədər gənə arta bilir. Amma indi noyabr ayıdır. Baxın, mən bu ailəni sizə göstərirəm. Bismillah. ...2023-cü ilin Karnika Perneridir dostlar. Mənim videolarımı izləyənlər biləcək. Bu pətək hatırlayacaq. Yəni bu bizim üçün kütləvi erkək arılar yetişdirib. Gözəllər gözəli. Qırmızı baş. Əssalam. Demək dostlar, indi görürsünüzmü bu arı ailəsini yaz vaxtı ana arısını izolyatora salmışdım və bu ailədir ki 24 çərçivəyə qalxmışdı. Yəni dadan 30'luq 24 çərçivəlik ailə idi yayda. Bundan bal da çəkdik, erkək arı da yetişdirdik. Baxın, noyabr ayının 7'sidir. Bu arı ailəsi sağlam, varroa yox, heç bir şeyə də ehtiyac qalmır. Baxın, bu arı ailəsini dostlar, indi bundan sonra da heç bir müdaxiləyə ehtiyacı yoxdur. Heç bir ana izolyatoruna da indiki dövrdə ehtiyac yoxdur. Çünki bu arı ailəsi saf sağlam, hər bir şey mükəmməl. Sağ olun, özünüzü qoruyun.